Mikrorayon 8-ci bölüm işləyək. Allah rahmet Belçika. Cəsarəm. Orada mikrorayonun finalını veriblər. Bəziləri deyir film kimi artıq davamı gələcək görə rejissor deyib. Bəziləri deyir ki, sezon yenə gələcək, mövsüm yəni. Bilmirik. Rəsmi bir eşitdiyim bir şey yoxdur. Amma 12-ci bölümdə final olduğunu bilirik. Şayələr falan filan da var. Bazardığım qədər baxmıram ki, burada baxım. Çox pis vaxtda başladıq. M durub interneti keçirtdi. Malades. Mesela sen YouTube'dan ya da YouTube biraz gece olacaq. Yayım təkrarından artıq istəyərsən. Lütfen xeylə. Bizə də xoş izləmələr. Biraz zürlü səni yemək yiyəcəm. Qalxacam, yaxın. Ha, bu yasa gəlmişdi. Uşağı sen atıp gitmişsen daha İndi sen gelmişsen beni günahkar bilirsen bırak beni. Sen burada ne getirsen ha? Ne yiyirsen burada? Cehenneme yürü onu buradan. Apar onu buradan. Korumadım babamı. Sen babasıydın, niye korumadın onu? Niye korumadın babamı? Sen de olmaz. Bir də kəlib çıxar. Esat'ın gedəndə fikirləşmirdi. Utanmırsan, gəlmirsən bura. Burada bir günahkar var. O da sensin. Sen. Ne bakırsınız ha? Neye bakırsınız? Neye bakırsınız? Tamaşada bakırsınız. Neye bakırsınız? Günahkar benim. Bir tek günahkar varsa da benim. Ben. Hamımız temizsiz. Hamımız paksız. Bir tek günahkar benim. Benim günahkar. Sən də günahkar. Uşağı atıb getmisən. Cemile, Cemile dur. Git bırak. Dur. Git bırak. Cemile dur. Gözüne bak dur. Dur ayağım. Dur gel aparak bizi. Gel aşağı. Dur. Hamı dağılsın evine. Yaz bitti. Elə şey olur Allah, hamı dağılsın, yas bitdi. Yaz bitti. Şort ne bu? Buradan olsun ha. O? Nə əlaqə? Nə əlaqə? Oğlan bu oğlan tanımaz. Deməli qız deyib ki, bu oğlan mənim qardaşımın dostudur. Kimdir bu? Kardeşimin dostu. Ha neyinirsən sən Leyla ha? Neyinir mi? Ha bu kimdir sən o motosiklet demirmisən? Ha, səsini tondan aşağı sal. Gözün qıza çatır. Deyən. Allah'ın olsun, bilsən bu söhbət kimisə qulağına satıb sənə boş vuracaq. Sən p***ləsən. Sən ha. Ne olur bəsdir də. Mahir git. Gəl sağa gel. Git sen. Gəl deyirəm sənə. Sen gitme. Gəl. Hə, xiyar. Qızla gəzirsən. Hə? Utanmırsan bir də qızın qardaşının dostuna nəsə deyirsən. Baş xarab deyir. Düzdür, yaşca böyüdür, bəlkə onu inanır ki, ya mən böyüyəm. Üz verməyim, uzun belə qoyum. O da ola bilər. Gideceğim. Özüm. Ayıp olsun sən. Fərd bilsə bir sən neyniyəcək? Olur hiç kim işte Ha demeden. necə işlə demə? Tamsın deyəcəm. Haberçisin sen. Xəbərçilik deyil, sənin yaxşılığın üçündür. Bak hiç kim işte Oğlan düz deyir. demesin. Sana bir de sır açacağım. Ha Nəsirlə nə danışsan sən? Söz ver ki hiç kim işte demeyeceksin. Ha Leyla. Aa. Sen doğmanın değil. Qızın əlində keçən kozurgu orada işlətdi. Əsra'nın xalandı. Bu arada
Sir açacağım sənə deyir, o ağac vecinaldır onu, amma açır o siri. Bir böyüt, bir normal danış. Və oğlan heç qəbul edəməyib də o söz əslində. Düz indi fikir getdi başqa yerə. Fikir gəlsə, yəni özünə, ağlı başına gəlsə, qayıdıb deyə bilər bunu. Çünki qəbul edəməyib bir şey. Geç. Nənə gəldi. Balam torpaqda çürüyür. Sənsə sağsan. Sən də ağlayırsan. Hər kəsin ağlamağa haqqı var. Sən Səndən yoxdur. başqa. Elə demə Fatma xala, yazıqdır. Nədir? Yazıqdır. Yazıq mənim balam idi. Dəyərdi. Bu həyatı yaşamaq üçün balan atmağa dəyərdi. Cavab ver. Bu qadın özünü öldürər. Ama ben de insan gibi yaşamak istedim. Yaşayabildiğin insan kimi. Ben sana ölüm yok. Uzun ömür arzuluyorum. Bu ağrıyla yaşamak sana ölümden beter olsun. Üstüne de gitme. Balam ot tutup yanar. Evdən niyə qonmurlar? Bu qədər əziyyət çəkirlər. Evə niyə aldılar? Orada. Adil, Elnara səni çağırır. Hardadır? Deyib setkadadır. Gəlin. Qası yığışdırırlar. Çolaqsan hə? Çolaq yox, şikəstsən, nə yapalım? Şikəst. Necəsən? Belə də. Dil anası gəlibdi söhbətdən. Hardaymış ki? 5 il qabaq qoyub getmişdi. Yazısı. Nə üçün gələcəksən məsələ? Yox da vaxtdan sonra gedirəm. Həm də axşam çəkilişim var üstə. Nə çəkiliş? Demişdim axı sənə. Hə. Onda çıxanda məsələ payıcını atarsan gəlib götürərəm. Yaxşı. Alt yazı vermədilər, konum deyir. Getdi elə. Ünvan, Görüşərik. məkan. Qardaş. Hə. Qardaşım. Sağlamçılıqdır, nə deyir? Mən sağlamsın. Bir dənə söz deməyim. Elnara ilə danışandan yaman dəyişmiş sana. Quşdama. Nə dedim? Zarafat edirəm. Görsən alınmır eləmə də. Qulaq as. Onda mənə də görüşdən sən mənə başda çevirəsən da. Hə. Oynayacam. Əvvəllər görüşürdük deyə odamın başında. İndi də görüşürük. Deyir məhəllə buradan qəşəng görsənir. Amma mən deyirəm də Adil dəyişib heç kim mənə inanmır.
Sabir bir də quşlasan səni o damın başından atacam aşağı. Bu ara gedir. İdris! Bir daha çağır. İdris! İdris! Bu niyə indi gəlib çıxır? Allah karsın. An. Nə oldu? Güclü ki bu. Nə oldu, nə deyir? Nə bilim heç nə demədi, getdi. Of. Alo. Hə. Məhlədə. Yanındadır. Yaxşı. Nə deyir? Deyir, gəlin çayxanaya. Mən də gəlim. Deyən burada kömək elə də. Gözlə gəlir. Gəlməyəcək axı. Yox. Hə, dedim də, indi söz etdi. Nə deyirsən? Nə deyirəm? Bir şey de də. Nə deyim? Biz bu günə kimi səhv söhbətin içində olmuşuq. Nə dəxli var ki? Dəxli çoxdur. Bundan sonra da olmarıq. Sənin paçanların onda hamıdan artıqdır. Artıq söhbəti deyil, düzün bir başı var. Azik, mən də Kazımla yenicə fikirləşirəm. Aramı pozmaq lazım deyil. Niyə səhv olar? Səhv olaq demirəm. Öz başına iş görüblər də. Öz başına iş görüblər, biz də telefonla rasxod vermişik. Özə ki, sənə tapşırmışdım ki, həll eləyəsən. Tapşırdın, həll elədik, danışdın, başa da düşdülər. Amma sonradan nə oldu? Sonrası zadı yoxdur. Onlar bizim bir sözümüzü iki eləyənməz, məsələ bağlanıb. O yatıb qalanda nəsə olacaq. Dekor deyil yəni orada. Maşındayım da. Bıy, nə yaxşı tez gəldin oğlum? Nə olub sən oğlum? Şapalağı qoyur da ağzımsın. Nə istəmirdin sən, niyə doğurdun? Cəhənnəm olursun. Sən nə danışırsan oğlum? Dəqiqə deyəm. Başa düşə bilmirəm. İnsan necə öz uşağını başqasına verə bilər ki? Heç anlamadığım şeydi yox orada. Gəlmedi. Elə şey yoxdur. Mən anamla danışıram. Deməli, mən bunu öyrənməsəm. Salamlar, salam Murad. İkisi edəcəkdi, istəmədim, hə? Sənə kim deyibsə yalan deyil. Bəsdir də. Heç olmazsa indi düzgün deyil. Oğlum, mənim Heç nə demək istəmirsən sən. Nə deyəsən? Söz tapmışsan ki demək. Həmin serialdır. İzləyən. Mikrorayon da izləyirik. kim dedi axı? Final neçə bölümdür nədir? Bir dənə bölüm oldu final. Leyla ne tez geldin? Kızlarla əlavə dərsə qalmadın? Soba özünü yandırmamaq üçün nə quşdadı orada. Yo, nəsə halım olmadı. Dedim biraz tez gəlim. Quşdadı dedim, nə çaşdım. Balası bir qız üçün. Bu nə söz dala. Yəni şey də satdı. Şeyə dedi ki, xəbərçilik eləyəcəksən, amma özü xəbərçilik elədi. Ya oğlana dedi ki, xəbərçilik edəcəksən, amma özü xəbərçilik elədi, gördün?
Ana qurban, niyə alın yoxdur? Nə olub? Heç nə olmayıb, prosta. Xəstələnmisən? Yo, yo, yo. Doğrudan. Yo, yo, prosta elə halsızsan. Onda əyni bir dəyiş gəl yeməyi bir baba. Yaxşı, süper. Buna da Azərbaycanda Milli Sevgililər Günüdür bugün. 30 iyun. Nə var? Nə bir gənc var idi, məşqə gəl, ya siqaretə davam et səhnəsi. Az qalıb qurtarıq. Ah bu uşaqlar, Firəsa ilə yaşıddılar. Gəldik. Mekan çıxın, haradasınız? Nəsə olub? Olub. Sizi də indi nakazit edəcəklər. Bizi kim nakazat eləyə bilər? Hələ biz özümüz. Başınızdan böyle p***yim, siz indi onları təmizləməklə məşğul. Neynəmişik ki? Neynəməmişsiniz ki? Bilərsiniz neynəmişsiniz. Sonra alsan qaldırdı. Kazım maşında. Bəli. Siz gəlin dalımıza. Bərvin stolu yığışdırarsan. Kimsə döyüb ya da öldürəcəklər. Bu uşaqlar məndən bazı maksimum 17 yaşı var ən çoxunda da. Sənin də elə o civarlardasan da 2 yaş o yan, 2 yaş bu yan eyni pox. Niyə qovmurlar? Başa düşmürəm. Niyə heyfdədir? Başınız sağ olsun. Nəyin üzləşməsidir bu? Polisdir, ha. Bahar xanım mənə dedi ki, Daşqın bu hadisədən əvvəl sizə nəsə deyib. Cəmilə xanım, mən xahiş edirəm ki, mənə hər şey olduğu kimi danışasınız. Bu bizim işimiz üçün çox vacibdir. 2500 pul istədi. Pul istəmişdi. Nə qədər? 2500. Biz araşdırma aparmışıq və belə məlum olub ki, daha çoxdur borcum. Daşqın bir çox adama borclu olub. Maraqlısı bilirsiniz nədir? O, bu pulu yaxın adamlardan götürməyib. Yəni, hər adamdan az miqdarda götürüb pulu. Ən çox götürdüyü də 120 manat olub. O, 2500 manatı nəyə görə istəyib? Bilmirəm, mənə dedi Raufa verəcəm. Rauf? Rauf yandırdı. Rauf dedi mənə. Rauf yandırdı. Əminsiniz? Ayskın yanındakı. Didiyə nakazet edəcəklər. Bu saçı olan qadınlar həmişə elə bil ifritə xislətli olurlar. Bizim Firada rəngsini düzəltdirmək istəyirdi bir ara saçını. Cəmilə xanım, biz Daşqının o silinmiş mesajlarını bərpa elədik. Orada o Rauf adlı bir şəxs ona hələ qorxu gəlib. Deyib ki, pulumu qaytarmalısın. Əgər qaytarmasan, sənin nəysə. Qaytarmasan sənin nəysə. Daşqın telefondan bütün SMS-ləri silib. Yəqin fikirləşib ki, bu SMS-lər telefonda olmasa yaxşıdır. Əgər o SMS-lər telefonda olsaydı, mən o gələni çoxdan içəri basacaqdım. Qagulya, mayor, cənab mayor, yoldaş mayor, sən yenə də əgər onu bərpa eləmisənsə, görürsən də, nə olsun ki silib? Dəlildir də bu. Hər şey var. Bir dəqiqə gözləyim.
Biraz tez olun. Bərpa eləyə bilməyiblər. Çayxanada olmasa yerin deşiyindən də tapıb gətirmə o şərəfsizi. Çayxanada qalacaq. Dedilər çayxanada qal. Bugün, bu gün. Qulaq as. O anası da gələcək ifadə verməyə. Yaxşı. Hoppala, Adil də getdi. Kimdir ya? Deyim kimdir Rauf? Sənin o qanmaz oğlun durub oturduğu adam. Qoşulub öz kimlərinə. Adilin xəbəri yoxdur. Bilirəm yoxdur. Amma görərsən bir gün o da düşəcək onun halına. Mayor çox yaxşı davranır bu arada Adilə. Tez o gicbəsər oğla zəng elə, gəlsin evə. Həqiqətən. Cəmilə xanım, bizlə polis bölməsinə gedib ərizə yazmalısınız. Rauf edib, hə? Hələ bilmirik. Daşqının telefonunda nömrə Rauf kimi qeyd olunub. Əslində nömrə başqasının adınadır. Həmin adam da ölkə xaricindədir. Fake nömrədir yəni ki. Adətən belə adamlar öz adlarını heç nə işlətmirlər. Cəmilə xanım, mən sizin vəziyyətinizi başa düşürəm. Amma xahiş edirəm, Bilmardı. polis bölməsinə gəlib ərizə yazmalısınız. Narahat olmayın, orada sizi çox incitməyəcəklər. Elə bir dənə ərizə yazıb qayıdacaqsınız. Ən varlı heyvanası. Pullu hansısa balıqdır da. Pullu. Bayağı da sual vermiştin, görmüşdüm. Yayın başlayanda. Siz qalın burada. Mən sənə xəbər göndərdim də, məktəbə mal soxmaq istəyib. Mən bilən bizim aramızda buna razılıq verə biləcək oğlan yoxdur. Murat, söhbət başqadır. Nədir? Aziklə danışın. Aziklə fərqi yoxdur. Kazım törpəylə olsun da. Eşidirəm. Məktəb söhbətindən heç kimin xəbəri yoxdur. Buna görə heç kəs dabro vermir. Prosta bariqa ilə bir yerdə mallar dayanıb. Məktəb uşaqlarını zəhərləməsəydilər, mallar da yanmazdı. Fikrim çatır. Bizim uşaqlar o tuvarı nakazat ediblər. Elə söhbət ondadır da, nakazat ediblər. Hə, mənə məsləhət görsən. Səninlə işimiz yoxdur. Prosta uşaqlar uşerbə həll eləsin. Sən söhbəti mənə həll elə. 20 min. Az oldu elə, ha? Dedim axı, Aziklə danışıram. Qulaq as mənə. Mən bilməzdim ki, dost dediyimiz adam bizim bir sözümüzü iki eləyər. Sənin nöqsanındır. O ki, qaldı mal söhbətinə. Gəlmişsiniz bizim zonada mal satırsınız. Əvvəldən danışıldı ki, bəlli adamlar var. Məktəbə, məhəlləyə, ümumiyyətlə qıraq yerə mal satılmayacaq. Amma sonradan məlum olur ki, səndimə satılıb. Hələ üstəlik məktəbə də soxmaq istəyirlər. Ona görə də qulağı aç, yaxşı eşit. Bizim düz olduğumuz yerdə bizdən heç kim heç nə ala bilməz. Fikrim çatır? Qorxursansa, privod elə üstümüzə, özümüz onlarla rüşət eləyək. Murat, bunlar elə belə adam deyirlər. Ha, fərqi yoxdur, kim olur olsun. Bizim ağzımızdan çıxan hər kəlmənin dalındayıq. Eşitmədinsə bir də deyim. Çalışarım özüm əldə edeyim. Çalış tez elə. Sən niyə belə aqressivsən? Nə aqressiv oğlum? Həll eləyə bilirdinsə, bizi nə şabar eləmirsən? Dedim ki, çalışarım. Səndən xəbər gözləyəcəm.
Kimin fikri idi? Mənim. Axşama evimi hazırlayarsan. Ay salam aleyküm, xoş gəlmisiniz. Həmişə siz gələsiniz. Nəsə olub reis? Hə, olub. Bizlə bölməyə getməlisən. Nə olub? Gedək orada biləcəksən. Biləm mən siz darıxırsınız. Az danış, otur maşına. Baş üstə. Götürmür Fərid də, hə? Yox, götürmür. Hardan qoşuldular bunlara? Buna bax, gör cavab verir. Cəmlə polisdədir. Ərizəsini yazıb, o da gələcək. Vallahi o da bir cür bədbəxtdir. Daha et. Bu uşaqlar niyə belə oldular? Biz harda səhv elədik, ay Bahar, harda, hə? Hər yerdə. Bilmirəm Günay. Bilmirəm. Şöyle 315 dedi, 319 görünür bu arada. 320 olur. Olar. Yox. Niyə belə eləyirsən, oğlum? İcazə ver sənə hər şeyi danışım. Sonra özün qərar verərsən. Mənlə danışmaq istəyirsən ya yox. Bəlkə utardı ya. Allah mənə hər şeyi vermişdi. Bircə şeydən başqa. Ana ola bilmirdim. İman dilə gətirməsə də özüm görürdüm ki, bu onu da narahat eləyir. Boşanmağı təklif elədim. Razılaşmadı. Sonra bir gün Kemal'e gəlib belə bir təklif elədi. Mən də razılaşdım. Çok sevindim. Ama hem de korktum. Bak bugünlerin olacağından korktum oğlum. Ben seni sevgiyle büyüttüm oğlum. Seni kucağıma alanda ana olduğumu hisseledim. Ona görə hər şeyimə qarşırdınız. Ben hiç vaxt sen pisliğini istememişim. Seni həmişə her şeyden korudum. Nədən qorxdun, ha? Sen benim her şeyimsən oğlum. Yox, Salə xala. Mən sənin heç nəyin deyiləm. Xala dedi. Öyle deme. Səncə mənim 8. Bugün birinci dəfədir ki, mən qərar verirəm. Mən sizdən ayrı yaşayacağım. Çıx get. Oğlum. Çıx get, xahiş Kurban edirəm. olurum seni. Çıx get, xahiş edirəm, çıx get. Çıx otaqdan. Olan göstərəcəksiniz bugün inşallah. Bu kameralar niyə dəyişmir? Etrafı gətirmişik, salağı versə. Aha. Cəmilə xanım, biraz səbirli olun. Ondan izahat alınacaq, mən orada olmalıyım. Mən özüm siz düşürəcəm, siz narahat olmayın. İstəyirsən darıxmışsan məndən ötürü. Boş-boş danışma. Gətirin otağa. Siz də elə möhkəm tutmuş elə ki, qaçıb gedəcəm. Biz yolmuşduq.
Soxdu. Təcili yardıma zəng elə. TikTok ban verəcək, tez keç. Qan bu arada heç real deyil. Eləçən ölə bilər ki, insan bildiyin oturan yerdə öldü. Qəribə. Xeyr, balıq. Dedim də balıqdır. Nə olub qardaş? Rafıq tutublar. Nə deyib tutublar? Bilmirəm. Siz gedin, narahatdırlarsa görə. Doğrudan. Gedin. Doğrudan. Qardaş, bəs nə deyib aparıblar? Bilmirəm bura. Çayxanadan İti itirəndə nə olur? İtir. Bəlkə nəsə çayxanada nəsə olub? Vurub eləyib kimsə? Tək elə olsun. Yıl gör çayxana salmaçılıqdır. Allah haqqıca bezdirdilər. İtirir, itki. Nə olub, bezdir. Götür də, götür. Götürüm nə deyim? Nə bilim, nə siz deyib mənə də yolda. Alo. Onu görsən götürmürəm də. Hardasan sən? Tez ol gəl evə. Nə olub? Fərid də səninlədir? Hə. Onu da götür gəl evə. Qorxudursan ha. Yaxşı. Nə deyir? Deyir Fərid də götür gəl evə. Nəsə olur? Bilmirəm ki. Elə. İtkin. Daha doğrusu. Dəqiq gəlirlər. Fatma xalaya deyəcəksən. Bilmirəm. Demək lazımdır ki, axır əvvəl polisdən zəng eləyib xəbər eləyəcəklər də. Uf, ay Fərid. Allah bu nəsə eləyəcək. Gedək. Mən hazıram. Oo, anası ilə gedir. Sən nə xiyar adamsan ala. Sən lom adamsan ala. Sən illərdir gəlməyib, götürməyib. Sən böyüdən adamı arxavı çevir. İkisi günahkardır bu arada. Arxavı çevir, elə dəqiqəsində çıx get. Qurban sənə, hara gedirsən? Kül başıma. Getmirsən. Final çox uzun. Spoiler vermə mənə. Sənsə dəyişim verim. Mən onsuz da burada qalan deyiləm. Eləmə də belə. Müsalə sənə pis ana olmayıb. Mən incitmək üçün gəlirəm. Getmirsən ki. Şöyle qoyum sən başına. Çıxırsan, çıxır, rədd ol, get də. Heç bir də götürmür onu. Getməyən ki. Hesablaşdım bununla. Bəlkə yaxşı bitəcəkdi. Ne deyirsən? Vodafone. Vodafone nə əlaqə? Yaxşı başla. Pərdəni izləmişəm, bağışladım, dur get. Yox, sən özün onsuz alçaltdın ikisinin də qabağında. Hər ikisinin qabağında. Düz deyil. Düz deyil axı sən edin hərəkət. Bu da götürmür onu ki, gəl bizi ilə. O birisi də qalıb beni sağlayaq. Götürməysən ki, mən gidəcəm ha. Çıxrət ol get. Tanımadığın bir dənə kişinin oğlu olarsan orada.
Getdim. Hə, baxmamısan da mənə. Editörün yadından çıxıb keçmir. Joker'e döndü, güldüğü ağladığı bilinmir. Setup'ı neçə yığmısan? 3'ten yuxarı idi. Hələ davamını saysam 4'ten yuxarı. 4,5'dan yuxarıdasın. Ən sakit telefon hansıdır? Taksi eləmişə oradan keçir. İdris necəsən? Şükür, yaxşı. Siz necəsiniz? Götürsən necə? Kamal xal necəsən? Salam verin. 2 dəqiqə gözə gəldim. Nə olub sağ ol. Rockfon 3. Firavun düşünəcək bir şeydə deyil. Anası ol. Ev izlənmən azdır. Şükür, yaxşıdır. Yo, 2-3 gün qayıdacam. Fərd çalış, evdəkilərin yanında ol. İpucunda verdi. Evdəkilərin yox, yaydı çalış, bacının yanında ol. Bax orada o qızı xəbərçilik elədi, sən də gərək edərdin. Can xala, can mahirsən. Bu mənlə belə deyil. Deyirəm də çox oxuyanda adam baş qaçır. Gəl. Ben işteyim də. Bir dənə başımdan aldım. Çünki bu beləncə bir şey demək, bir şey ifadə eləmədi onu. Baş satışmır. Almaydı o. Anəmin mənim də yadından çıxıb. Ama o Adilin yanında yox da, qulağına yaxınlaşıb bacının yanında. Bacının yanında. Xeyr. Ay sağ ol, xeyir yox, xeyir. Muraddır, mənəm, Vaqifdir. Öyrətmək həvəsindəyik Firan. Görək də. Müəllimləri öyrətməyib də, nə? Bu nədir? Murad gül verdi. Nə qədərdir? 5. Bunlar da elə azalda gəlirlər. Hamısı sənin öz yumuşaqlığındandır. Ha, yox, maraqlandım, vəziyyətləri o deyil. Olsun. Hə, Emil. Nə gizdirsən la? Ha, qadın kimdir? Necə vurub? Nə ilə vurub? Hansı? Nə olub? Rafı vurublar. Bu. Azıcık sevinler bu arada. Niyeyse öyle bir his var içimde. Hə. Nə olub? Yerinə çünki Adili qoymaq Niyə istedim. çağırırsınız bizi? Yenə də tez tələsirik. Siz də bundan sonra heç yerə gedib eləməyəcəksiniz. O niyə? Rauf kimdir? Buna görə çağırmısan bizi? Hansı Rauf'u deyirsən? Fərid sən də nə? Hansı rafı deyir? Bu qədər rafı var. Nə bilməyəm. Ondur ona ki. Uşaqlar, vəziyyət yaxşı deyil bala. Bildiyim onda deyin biz də bilək də nə olur? Cəmilə burada olanda Zakir. İşlət də baxaq. O Zakir hər dəfə nəyə gəlir? Sözümü kəsmə! Sakir sən götürü qurtarmaqdan da. Daşqın özünü öldürməmişdən qabaq Cəmiləyə deyib ki, Rauf'a 2500 manat pul verməlidir. Harda deyir Cəmilə xala? Bizə də desin də. Sən otağındadır? Cəmilə burada yoxdur. Tutublar onu. Necə yəni tutublar? Polis bölməsin Götün çadır getdiyinə Cəmilə. Gör o sənə də bıçaqlayır yoxsa yox. qabağında Rauf'u bıçaqlayıb.
heç yerə gedib eləyən deyirsiniz. Siz söz eşitmirsiniz? Mən gedəcəm. Heç yerə getməyəcəksən. O adamlardan sizə xeyir gəlməyəcək. Niyə başa düşmürsünüz? Abla niyə özünüzü bədbəxt eləyirsiniz? Çəkil qurban. Dedim ki, çəkilmirəm vəssalam. Hadi çəkil. Çəkilmirəm ha. Hadi çəkil də deyirəm, qurban olum sənə. Mən onsuz da gedəcəm. Ama bunun yolu bilirsiniz nedir? Mayor onsuz tanışları da mesela 2 ay rehabilitasiya. Birbaşa ikisine de Səndən şıtık kimi çıxar. xahiş edirəm, otur mane olma mənə. Fərid qurban olum bana. Fərid gəl! Bunlara qadın sözü keçmir də bəlli bir şeydir. Yaxşı ki, belə uşaqlar olmamışıq. Usta axşamın xeyir. Axşam xeyir. Acı kəzən gəlirəm, götürmür telefon. Rafı vurublar. Hə, Bilmirsən nə üstü olub? nə bilmir. Əvvəl dedilər polislər gəlib çayxanadan aparıblar. Sonra da eşitdik ki, bölmənin qabağında hansısa qadın bıçaqlayıb. Ölür. Nə bilim deyirlər vəziyyət ağırdır. Neysə, mən getdim, gecəniz xeyrə qalsın. Gecən xeyrə. Görən də söhbətdir. Bilmirəm ki. İndi necək? Yəqin gedərəm Zakirə yana. Bax indi birdən Bahar xalan dediyi düz olsa, onda necə olacaq? Səndən nə söz soruşuram? Bilmirəm də. Bilmirəm nədir, Daşqın bizim dostumuz idi. Sənə deyirəm, əgər onun ölümündə bunların əli varsa mən yoxam. Deyim biləsən. Düşürsən nənə, mən? Mən də. Gecəniz xeyrə qarşı, Vaqif. Cığım bəlkə açdı. Alo. Acıq axşamın xeyir. Sexə gəlməyəsən? Yox. Yaxşı. Nə deyir? Alo, hə. Hazır axşam gəldi. Kemal'e çattı istediğini. Apardı uşağımızı. Bilirəm. Uşaqlayır. O bizim uşağımızdır. Bizim. Hani biz? Söz verirəm ki, onu qaytaracağım. Kaytaracaksın. Söz verirsin. Ölüb. Öldü qaqaş. Psixoloq azıq. Psixoloq. Başlayır teması deyəsən.
Siz bilmirdiniz ki bu nə yuvanın quşudur? Normal adam deyirlər bunlar. Düz söhbətdir ya, yox. Əlbəttə düz söhbətdir. Vəziyyətdən fərqli. Dedilər ki, vəziyyəti ağırdır. Nətər oldu bu? Daşqının Raufa 2500 manat borcu olub. Mən soğan doğrayanda ağlamıram. Çox vaxt 5-6 aylıq olanda balkonda soğanı soyub dişləyib yeyirdim deyə balkonun qapısını bağlayırdılar. Təbii ki, Daşqın bu pulu verə bilməyib. Yaxşı Rauf da öz görüşmür borcunu deyəsən. istəyib. Hədə qorxu gəlib. Daşqın da çıxış yolunu özünü asmaqda görüb. Çatdı sənə. Papağını qoy qabağıma, yaxşı-yaxşı fikirləş. Maşallah, hər şey başa düşürsən, dərk eləyirsən. Bu adam həqiqətən türklərin bir dənə sözü var, haqqı ödənməz. Elə biridir. Və adil oxusaydı, mən inanıram ki, o ona daydaylıq eləyərdi. Yəni demirəm, hər şey bombadır onun üçün. Yəni hörməti keçir də, indi nələrdəsə bir istisnalar zatlar elətdirərdi onun üçün. O mənada deyirəm daydaylıq. Bizim əlimizdə. Arkasında yanardı. Əsas Elə odur biridir. ki, İndi əlimizdə kifayət qədər dəlil sübut yoxdur, amma dəlil Bax görürsən hər şey danışır ona. 17 yaşında bir uşağa hər şey həqiqətən bölüşür, danışır. İstəyir ki, çıxsın o yoldan. sübut Reabilitasiya, sənə ikisini də reabilitasiya atmalıydı. olandan sonra Bilirəm, reabilitasiya belə vuranların zatdan yeridir. Amma yəni belələrini də məncə düzəldirlər. tutacaq olar. Gecə tezi var. Oxumayacaq da, hə, bu belədir. Sən də onlarla bir yerdə yanmaq istəyirsən? Ha? Dostum, onlara görə özünü asdı. İndi mənə kömək elə, Hə, bu işveren niyə keçdi uje? keyfini alaq. Sonra gec olacaq ha. İndidən sənə deyirəm. Biraz işverenliğe geçmişdi. O kadar da girişme falan. Deyəsən satdı ya. Hayır gelsin. Araq gəldi. Hardasınız? Cəmaət yasladı. Salam xeyir ola. Qarşılamırsınız. Ha? İçənlər də tema deyə bir qırmızı xalçada gözləyirlər. Bəsdir də İsmail. Özünə hörmət eləmirsən, heç olmasa bizə elə. Bax, qıraqda içirsən, heç nə demirəm, özün bilərsən. Nə olar, gətirmə Demək lazımdır. Qıraqda da içmə demək lazımdır əslində. də bu zibil. Məncə. Yaxşı, yaxşı. Qudurma. Və sakitləş. Nə vaxtacan belə olacaq? Oğlumuz məhv olur, xəbərin var? Hı? Axırıncı dəfə nə vaxt bir ata kimi onunla maraqlanmısan, bir dərdini soruşmusan? Hər gün bu zəhri mar içib gəlirsən əbə, bəsdir də nə olar? Danışma ki. Hı? Danışma, amma qoyursan ha üstünə. Danışıb nə yiyəcəksən? Səsi ver. Allah'ın dostu kəsərə baş ver. Gələ. Gücü qadına satan. Amma hərdən uşağı da qınamıram. Sən kimi atadan nə tərbiyə götürürsən? Final oldu. İzləyəcəyik. Yine de sen de. Kudururlar ey tuşağı ey. Hem dilimi sakla da ha. Ne kadar danışırlar? Gələ. Belə bir ailədən bu da qaçmaq üçün motosikletdəki oğlanı çıxış yolu kimi görür. Sonra deyirlər Frankes'in arvadını öldürürlər. Dilimi koy karnıma da. İçine bence beni gel. Qız uşaqdır da indi 15-dir, 14 nəsə yaşı da indi serialda. 17 belə olsa yaşı, üz quruluşu çox böyük görünür, amma belə üzünü belə görürsən bədən olaraq da, yəni boy falan olaraq sən uşaqdır. Üz quruluşu amma çox yaşlı deyə.
Qırışı falan da olar. Nənəyə oxşayır biraz. Sən kimi işlədə aysa. Səs səsləmiri kimi gəlir. Dublaj edirlər bəlkə. Ay can mənim ürəyim. Sənə dedim axı day görüşməyək. Mən səhv eləmişəm. Nəsə, məzələnsən məndən. Ürəyim, bizim hələ gözəl günlərimiz qabaqdadır. Xahiş edirəm, yazma da day mənə. Nəysə, sabah gələrəm danışarıq. Özə bilsən, dostum gün evinin açarını götürmüşəm, evdə də heç kim olmayacaq. Dəlisən sən? Mən heç yerə getməyəcəm. Gedəcəksən, gedəcəksən. Belə. Belə. Yəni o yaxşıdır, mənə balaca bilirlər 2010. Öz başbasan bəyəm. Elə sən dost. Niyə belə danışırsan ki? Çünki sən söz deyirəm, başa düşmürsən. Mən də sənə deyirəm ki, day istəmirəm. Bax, mənim əsəblərimlə oynama. Belə danışan birinə bilsən nə deyəsən? Öz başınasan yox. Qayıdıb belə o öz başınasan deyəndə qayıdıb deyəsən ona ki, yox. Onun atamın neysə. Yaxşı. Elə eləmə ki, hər şey öz bildiyim kimi eləyim. Necə? Yaxşı. Sənə bir şey Eynə göndərəsən. mizir şeylər. Baxarsan. Ne gönderim ona? Haydi bunun Instagram Mahir 70'i. Ne la bu? Ha, motosikletdə video falan çəkiblər. O əlində də deyir ki, göndərərəm Atonya'da qardaşı var. Şərəfsizlik. Ne izləyir? Ne izləyir? Göstərəcək bir gün bizə bu videonu. Kız reaksiyasını verdi, ağladı, bloka attı, sildi videonu, tulladı, telefonu attı qırağa, yetdi atasıyla dalaşdı, yoldu saçını gəldi oturdu, bizə leşdi bax buna. Oynadığı video nədir? Oynadığı video nədir? Pərvin, arxa qapını bağlayarsın. Nəsə ediblər bunlar, nəsə pis bir şey. Fragmanı istəməmək. Gedək bəlkə. Shit postunu göndər. Sən get. Mənim işin olmaz. Siz nə gəlsə bu. Hoppa, qırğın gəlir deyəsən. Tam elə gəldilər. Hala nə vaxta kimi sizin zir zibillərinizi təmizləyəcək. Havay, basın bayrağa. Gözüm. Uşaqlarla işin olmaz. Oturun görün. Oturmuruq. Biz də sizlə bir yerdə deyilik. Bu laf kökündən vurdu yəni. Bizdən bura kimi. Gör indi sən oradan çıxa bilirsən. Qoy çıxarsın. Sənin üçün nədir? Oyuncaqdır, çıxasan. Neçə faizdir artıq qız? 10%. Oyun boşlamışıq. 4 saatda hələ də 10% fikir verirsiniz. Baxaq da qıza.